Səddam Hüseyndən sonra İraqda yaranan boşluqdan istifadə edərək şiə qruplaşmaları arasında nüfuzunu artıran İran hökuməti sürətlə bu nüfuzu itirməkdədir. Rəsmi Bağdadın tərəfsiz milli siyasət yürütməyə başladığı eyni vaxtda İran təsiri altında olan qruplaşmalar da Tehrandan uzaqlaşmağa başlayıblar. Bu həm də İran, Amerika və İran-İsrail qarşıdurmaları nəticəsində İraqın zərbələrdən yayınması üçün vacib əməllərdən biri hesab edilir. Xüsusən son zamanlar Tehranın zəifləməsi ABŞ və İsrail qarşısında acizliyi, yeni siyasi dövr və strategiyanın tətbiqinə başlayan Bağdadın vəziyyətdən istifadə edərək İranın təsir dairəsindən çıxmaqda, ərəb ölkələri ilə münasibəti daha da genişləndirməkdə qərarlı olduğu söylənilir. Qeyd edeyim ki, son vaxtlar Sepah komandirlərindən daha çox İranlı siyasətçilərin, rəsmi şəxslərinin Bağdada səfərləri də Həşd Əşşabinin nüfuzunun azalması və İranın hərbi təsir imkanlarının itirdiyi üçün siyasi təsir göstərməyə çalışdığına dəlalət eləyir. Bununla yanaşı Pakistan və Əfqanistan hökumətləri də İranla bağlı Zeynəbiyyun və Fatimiyyun qruplaşmalarına qarşı ciddi tədbirlər görməyə başlayıblar. Qeyd olunan bölgələrdə ideoloji məğlubiyyətdən sonra Əli Xamneyinin nəzarətində olan siyasi cərəyan və Sepah Orta Asiya və Cənubi Qafqazda fəallaşmağa çalışsa da vəziyyətdən irəli gələn məcburiyyətlərə görə hazır ki, hakimiyyətin bunu reallaşdırmağa nə gücü, nə də marağının olduğu hiss olunur. Xüsusən Məsud Pezeşkiyan hökumətinin məcburiyyət qarşısında olsa da qonşularla münasibətlərdə yeni mərhələnin başladılması istiqamətindəki səyləri Tehranın yeni siyasi ideoloji səngərlər qurmasına çətin olacağından xəbər verir. Bugün isə İraq hökumətinin İranla bağlı Livan, Hizbullahi və Yəmən Husilərini terrorçu təşkilatlar siyasətine salmasını elan etməsi ilə İraqda keçirilən son parlament seçkisindən sonra İranın bölgədə daha çox təcrid olunması və Tehranın Bağdad qarşısındakı xallarının sürətlə azalması deməkdir. Bu həm də İranda mollaların hakimiyyətə gəlişindən sonra başlayan 8 illik müharibə və ondan sonraki dövrlərdəki keşməkeşlərdən yorulan İraqlıların İran müdaxilələrinə etirazının təzahürüdür.